dünyanın ən təhlükəli itlərindən biridir. Hal-hazırda söhbət məsələ bu qanundan gedir. Nəyə görə bunu belə deyirəm? Təsəvvür edin, bir itin ki, qanı 1909-cu ildə Amerikada dayanır. Söhbət məhz bu itdən gedir. Pitbulllardan yox, başqa hansısa stafdan yox, məhz bu itdən gedir. Alarkən diqqətli olun, saxlayarkən diqqətli olun. Nə qədər sadə və mehriban it olsa da bir o qədər də güclü bir itdir. Yəqin ki, rəylərdə yazacaqlar. Kanqalla və yaxud da ki, hansısa bir böyük alaba ilə, böyük bir cinslə müqayisə eləyəcəklər. Müqayisəyə gəlməyəcək bir itdir. Təsəvvür edin, 19 kiloqram olan bir itin əzələ kütləsinin öz bədənindən demək olar ki, çoxdur. Mənim videolarda birazdan görəcəksiniz itin əzələ kütləsi nə qədərdir və necə qabarıqdır. Təbii ki, bu uzun sürən məşqlərin sayəsindədir. İtimiz idman üslubunda saxlanılır, çəkisinə xüsusi diqqət yetirilir, qidasına xüsusi diqqət yetirilir və onu da deyim ki, çox güclüdür. Yəni, başqa bir itlərlə müqayisə eləməyin. Birinci it kimi yenə deyirəm, saxlamayın. Çox qıvraqdır, enerjisi çoxdur. Təsəvvür edin, it necə xarakterli itdirsə, öz bacısı ilə belə yola getmir. Adətən erkək və dişilər tez-tez özlərini yaxşı aparırlar, problem yaratmırlar. Ən çox da erkəklər kompromisə gedə bilirlər dişlərə. Ancaq bunlarda o söhbət yoxdur. Bir də görürsünüz, bacısı bununla yapışır, ayırırıq. Bir də görürsünüz, bu bacısına diş qıcıyır. Təsəvvür edin ki, bu itin diş qıcaması və yaxud da ki, nəyəsə bir təhlükəli hücumunun nəticəsini özünüz təsəvvür edin. Ona görə deyirik, pitbullu birinci it kimi saxlamayın. Bəziləri elə bilir ki, bu ikinci, üçüncü maşın kimi deyirik. Elə demirik. Yəni, birinci itiniz pitbull olmasın, qətiyyən bir təcrübə yığın, saxlayın. Ondan sonra isə, pitbullu saxlaya bilərsiniz. Bizim bu iti saxlamaqda məqsədimiz və yaxud da sahibinin, özümüzün, biz bu itləri əsasən pit sport deyilən bir anlayışda formalaşdırırıq, qaçışdırırıq, velosipedlə gəzdiririk. Onların məhz əzələ kütləsinin yığmağının səbəbi budur. Uzun sürəli məşqlər, xüsusi qida proqramı, xüsusi diqqət və onu da deyim ki, itimiz çox sosialdır. Heç bir itlə işi yoxdur. Yəni, sahibi deməsə, heç bir itə ani hücum və yaxud da ki, ona bir narahatçılıq vermir. Ancaq evdə qalarkən ola bilir ki, gözdən yayınanda istər-istəməz öz parasıyla sözləri çəpki elə bilir. Bu, insanlarda da belədir. Yəni, biz buna görə heyvanları qınaya bilməliyik. Bizim işimiz isə maksimum dərəcədə onları qorumaq, onları sosiallaşdırmaq və belə deyim də, döyüşlərdən ən əsası da uzaq tutmaqdır. Sizə onu da deyim ki, bu itləri çox təəssüf ki, dünyada başqa məqsədlərlə istifadə edirlər. Elə bəlkə də yaradılış səbəbi də həmin səbəblərdir. Biz bu itləri saxlayırıq ona görə ki, bu işlərdən uzaq tutaq, həmçinin sosiallaşdıraq, bu tip güclü itləri pit sport adı altında insanlara sevdirək. Bir idman üslubunda yaşayan insanlar üçün doğru seçimdir. Hansı ki, gün ərzində idmanla yüksək məşğul olurlar, qaçırlar və yaxud da futbol oynayırlar, vaxtlarının çoxunu bulvarda keçirdirlər, gəzintiləri bol olur. O insanlar üçün bu itlərin saxlanması həqiqətən tövsiyə olunandır. Videonun sonunda sizə demək istədiyim bir məsələ var. Heç kim rəylərdə və yaxud da şəxsiyə yazmasın, iti döyüşdürək, iti boğuşduraq, neynəyək. Belə şeylər günahdır, həm də qanunvericiliyi ilə qəti qadağandır. Bacarırsınızsa sahiblənin, yaralarını sağaldın və özünüzə dost edin.